Salam, xəbərlərlə tanış olun. Ermənistan silahlı qüvvələri təmas xəttində yerləşən kəndləri bu gecədə atəşə tutub düşmən cavab atəşi ilə susturulub. 1994-cü ilin iyulun 3-də metroda baş verən terror hadisəsindən 20 il ötür. Bakı metrosunun 28 may və Gənclik stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Terror aktını törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Azər Aslanov Moskva şəhərində həbs olunaraq Azərbaycana ekstradisiya edilib. 1998-ci ildə Azər Aslanov öz ifadələrində bildirib ki, o Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən erməni yazıcısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanova ömürlük həbs cəzası verilib. Bugün səhər saat 8-də Türkiyənin Sancaqtepe prospektində insanların gözü qarşısında qadını dəhşətli şəkildə qətlə yetiriblər. Məlumata görə 36 yaşlı Sibel Karakaya yol ilə gedərkən qəfil naməlum bir kişi onun qarşısını kəsib. Kişi qadının boynundan tutub və əlindəki silahı onun ağzına soxub, bir neçə dəfə atəş açaraq qadını güllələyib. Daha sonra naməlum şəxs maşına minərək hadisə yerindən qaçıb. Həkimlər qadının öldüyünü müəyyənləşdirib. Polis insidentlə bağlı araşdırmalara başlayıb, hazırda həmin şəxsin tapılması istiqamətində əməliyyat aparılır. Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutunun Azərbaycan ofisi bağlanıb. Məlumata görə Milli Demokratiya İnstitutunun Azərbaycandakı ofisi ötən gün rəsmən bağlanıb. Qeyd edim ki, Milli Demokratiya İnstitutunun Azərbaycanda ərəb baharına dəstək verməkdə, onun təşkilatçıları olan gənclərə isə maliyyə dəstəyi verməkdə ittiham olunurdu. Azərbaycanda hakimiyyətə qarşı olan bəzi gənclərin aksiya keçirmələrinə onların da maddi yardım ayırdığı bildirilir. Hava haqqında məlumatla tanış olun. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti 24-25 dərəcə isti olacaq.